qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. Biz sizi biraz qorxu, biraz aclıq, biraz da mal-dövlət, insan və məhsul itkisi ilə sınıyarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə, biz Allaha məxsusuq və ona da qaydacağıq deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.